Samirəm əziz izləyicilər, 76-cı sualımızla davam edək. 76-cı sualımızda deyir ki, A ədədi 9-a böldükdə alına bilən qalxıların cəmi. A ədədi yazıram. A bərabərdir, sarı rəngə keçək. A bərabərdir 9-a böldükdə alına bilən qalxıların cəmi 1, 2, 3, 4, 5, 6, 7 və 8-dir. Bunların cəmi 36 edir. Səhvləmirəmsə 3, 6, 10, 15, 21, 21, 28, 36 A ədədidir. B ədədi isə 10-dan kiçik sadə ədədlərin cəmi. 10-dan kiçik sadə ədədlərdir. 1-dir, 3-dür, 1 yox. 3, 5, 7. Bunların cəmi 8, 15'dir. Və mənə nə deyir burada? Deyir ki, sadə ədədlərin cəmi olarsa əbob 15 ilə 36. Əbob nədir? Ən böyük ortaq bölənləridir. Düzdürmü? 15 ilə 36'nın ən böyük, kiçik, ondan kiçik sadə ədədlərin. Burada 2 də var. 17. Çünki 2 sadə ədədlər sırasında verilib. 17 ilə 36 qarşılıqlı sadə ədədlər olduğuna görə bunların əbobları 1-ə bərabərdir. Ona görə də 76-cı sualımız B variantı olacaq. 77-ci sual. 76-cı sualı qeyd edək. A bərabərdir 1 üstə gedək 2 üstə gedək 3 üstə gedək 4. Çünki dərsdən sonra qruplarımıza atılır bu izahlar. 36 B bərabərdir 2, 3, 5, 7 bərabərdir 15'ə və 17 daha doğrusu. Əbob 36 ilə 17 bərabərdir 1'ə. Qarşılıqlı sadə ədədlər olduğuna görə. 77-ci sual. 77-ci sualda deyir A və B sadə ədədlərdir. A plus B bərabərdir 42 olarsa AB hadisənin ən böyük qiymətini tapın. Cəmi 42 eləyən sadə ədədlər neçə yaza bilərik biz buna? Deməli 39 2 yaza bilərik. Böyük ədədlər deyirsə, baxın, cavablarda 3 rəqəmli ədədlərdir. Mən bura AB 2 rəqəmli ədədlər yazmalıyım. Düzdür? Gəlin yazaq. Deməli 42-dən məsələn 29 yazsaq, 29 olsa 42-dən 29 çıxanda 3, 13. 29, 13 yazaq da. Görək alınırmı? 29 da gələk 13. 29 da gələk 13. Eləyəcək neçə? 42. İndi 29-la 13-ün hadisini tapaq. 27 2 yadda 13, 16, 8, 9, 2, 7, 7, 377. Bu cevabımız yoxdur. Böyük rəqəmlər deyir. 39 yazaq. 42-dən 39 çıxanda nə qalır? 3 qalır. Düzdür, 39'u 3'ə vuranda neçə edir? 7 2 yadda 9, 117 yox. Deməli 27 yox 23 yazaq. 42-dən 23 çıxanda 9 19. 23 19'a vuraq. Sadə ədədlərdən axtarırım. 27 2 yadda 18 gidədə 23 2 437. Bəli, B variantında var. Baxın, ədədimizin biri 23'dür, biri 19'dur. Bunların cəmi hər ikisi sadə ədəddir və cəmi 42'dir. Yazıram. A bərabərdir 23, B bərabərdir 19, 23 üstə gələk 19 bərabərdir 42'yə. Məndən istəyir 23 vuraq 19 bərabərdir 437 B bəndi. Növbəti 78-ci sual. 78-ci sualda deyir ki 2A plus 11 və 21 çıxılsın 2A ədədləri ardıcıl tək ədədlərdir.
A'nın alabileceği qiymətlərin cəmini tapın. Gəlin görək burada A 1 alsa nəyə bərabərdir? Kənardan yazıram. A bərabərdir 1 olsa, buraya yazıram. A bərabərdir 1 olsa. 2 plus 11 13 olacaq. 21 çıxaq 2 19 olacaq. A 1 ola bilmədi. A bərabərdir 2. 2 olsa 4 plus 11 A bərabərdir 2 olsa 10 4'ün sonu 11 gəndə 15 21'dən 4 çıxanda 17. Ardıcıl tək ədədlər 2 ola bilər. Sonra 3 olsa A bərabərdir 3 olsa 6 plus 11 17 3 olsa 21'dən 6 çıxanda 15. 3 də ola bilər. Sonra A bərabərdir 4 olsa 8 plus 11 19 neçəyə 4 olsa 21'dən 8 çıxanda 13. Yox. Deməli mənim burada nədir? Aha. Ala biləcəyi elə 2 ilə 3'dür. Cavabımız bulanın da cəmini soruşur. Cəmləyəcək 5. Qeyd edirəm. A bərabərdir 2 alır. 2 alanda 4 üstə gələk 11 bərabərdir 15'ə. 21 çıxaq 4 bərabərdir 17'yə. A bərabərdir 3 olsa 6 üstə gələk 11 bərabərdir 17'yə. 21 çıxaq 6 bərabərdir 15. Ardıcıl tək ədədlər olacaq. 79-cu sual. Burada bunların da cəmini istəyir. 2 plus 3 bərabərdir 5. 5 də bizim B variantımızda var. 79-cu sual. 79-cu sualda deyir ki, ardıcıl 3 ədədin cəmi A ədədinə bərabərdir. Birinciyi A götürsəm, ikinciyi A üstə gələk 1, A üstə gələk 2 götürsəm. Ən böyüyü 3A üstə gələk 3-dürsə, bunların cəmi A ədədinə bərabərdirsə, burada nəyə bərabərdir? Bu ədədlərdən ən böyük aşağıdakilərdən hansına bərabərdir? Deməli 79-cu sual. Belə yazaq da, burada 3'ü mötərizə xaricinə çıxarsaq, A üstə gələk 1'dir, düzdürmü? Məndən ən böyüyü soruşur. Ən böyüyü də A üstə gələk 2 deyilmi? Burada yazıram. A üstə gələk 3 bölək 3. 3'ü yazıram da 3'e bölürük yox. Dibəndən işarəti ödəyəcək. Ən böyük A plus 2'dir. Dibəndə 80-ci sual. 79 yazım. Deməli birinci A'dır. İkinci A üstə gələk 1'dir. Üçüncü A üstə gələk 2'dir. Düzdürmü? 3 ədədin cəmi A'ya bərabərdir. 3A plus 3 bərabərdir A'ya. Deməli deyir ki, bu ədədlərdən ən böyük aşağıdakilərdən hansına bərabərdir? Ən böyük deyirsə, yazıram ki, 3A üstə gələk 3 bərabərdir A üstə gələk 2'yə. Böyük A üstə gələk 2'yə. Sonra burada da böyüyü tapmaq üçün A bərabərdir 3 bölünsün, yox balaca A bərabərdir, balaca A bərabərdir A üstə gələk 3'ə. Yazılışımız necə yazırıq burada? 3 üstə gələk 3 A'ya bərabər etsə, burada deməli 3A bərabərdir. A üstə gələk 3, A da bərabərdir. A üstə gələk 3 bölək 3. Baxın, belə yazaq da. Bu formada. Deməli, başa düşəsiz deyə. 3A
üstə gələk 3 bərabərdir A-dır. 3A bərabərdir A üstə gələk 3'dür, düzdürmü? A'yı tapmaq üçün A bərabərdir A üstə gələk 3 bölünsün 2. Bu şəkildə yaza bilərik. D bəndi. 80-ci sual. Deyir ABC rəqəmlərdir. A minus 4B üstə gələk 7C bölək 7 bərabərdir C. Olarsa A plus B cəmi aşağıdakilərdən hansı ola bilər? Maraqlı sualdır. Kaydı edək, paylaşacağım. TikTok hesabımızda paylaşacağım. Səhifədə sizə qeyd etdiyim Telegram kanalında dərsdə paylaşdığım videolar adlı bir dənə Telegram kanalı var. O Telegram kanalına daxil olaraq orada paylaşdığımız bir sualların izahlarını da görə bilərsiniz. Deməli biz bunu edirik. Çarpaz şəkildə vuraq. Olacaq nə? A minus 4B üstə gələk 7C bərabərdir 7C'yə. Bu 7C'lər ixtisar gedəcəkmi? Qalır burada A bərabərdir 4B'yə. İndi biz cavablardan elə bir cavablar tapmalıyıq ki, A bərabərdir 4B şərtini ödəsin və bu cəmlər deyir aşağıdakilərdən hansı ola bilər. İndi mən bunun açılışını yazıram. Açıq 4B üstə gələk 7C bərabərdir 7C'yə. Bu 7C'lər getdi. Olacaq A bərabərdir 4B'yə. İndi cəm 18 olması üçün 4'ə vuruqlar olmalıdır da. Hə. Deməli, B bərabərdir 1 olsa, kiçik rəqəmlər olmur. Deməli, B bərabərdir 4 olsa, A bərabər olacaq 16'ya. 16 ilə 4'ün cəmi 20 edir. B bərabərdir 3 olsa, A bərabər edəcək 12'yə. 12 ilə 3'ün cəmi 15 edir. B bərabərdir 2 olsa, A bərabərdir 10'a. Yox 8'ə. Bunların ikisini də cəmi edəcək neçə? 10. Deməli, yazıda B bərabərdir 2, A bərabərdir 8. Düzdürmü? Və 8 ilə 2'nin də cəmi bizə 10 verəcək. 10 da bizim C variantında var. Növbəti sualımız. 81. sualımız. 105'ə qədər bugün videomuzu bitirəcəyik. İnşallah növbəti kitablara keçməliyik. Digər kitablar haqqında da qruplarımızda məlumat var. 81. 81'də deyir AB rəqəmlərdir. 3A üstə gələk 2B bölünsün 4 bərabərdir B olarsa AB cəmi ən az neçə ola bilər? Bunu aşağı atsaq 3A üstə gələk 2B bərabərdir 4B şəklində olsa alıram 3A bərabərdir 2B'yə. Əgər artıcıl ədədlərdirsə, mən bilirəm ki, B bərabərdir 3, A bərabərdir 2'yə və bunların da cəmi 5 eləyəcək. Deməli, 3A üstə gələk 2B bərabərdir 4B'yə, 3A bərabərdir 2B'yə, B bərabərdir 3, A bərabərdir 2'yə. Bunların da cəmi A plus B də bərabərdir 2 plus 3 bərabərdir 5'ə. 5 də bizim D variantımızda var. 82. sual. 82. sualda deyir ki, biri o birinin 7'də A, birini X desəm, digəri 7'də 6X olur. Düzdürmü? İki natural ədədin əbubu 19. İndi mən yerinə yazıram bura. 82. sualda. Biri X'dir, digəri də 7'də 6X'dir. Düzdürmü? Birinci ədədimiz, ikinci ədədimiz. Əbubu deyir. Əbub neçə? X'ın 7'də 6X'ın nəyi? Əbubu 19'dur. Düzdürmü? Bu ədədlərin deyir cəmini tapın. Bu ədədlərin cəmini tapaq. Aha. 19'un 2'ye varında neçə eləyir? 38, düzdürmü? Yox, 34 yazsaq məsələn. 19 alınıbsa əbubu ən kiçik ortaq böləni.
böyük rəqəmlər almalıdır. 19'u məsələn 4'ə vursam 76 eləyəcək. Amma elə də tapmalıyam ki, həm də əksi 19'a bölünsün. Eyni zamanda 7'ye də bölünsün. Həm 19'a həm 7'ye. Deməli, bunu necə həll edək? O birinin də natural ədədin əbəbi 19. Biri o birinin 7, 6 hissəsini təşkil edir. İki natural ədədin əbəbi 19'dur. Bu ədədlərin cəmini tapın. Aha, biri indi ədədlərimizi tapmalıyıq. Biri x, digəri 7, 6 x-dır. Əbəblarını yazanda ortaq məxrac kimi 1, 7, 6 götürsək, cavab olaraq 247 verilib. 82-ci sualı özümdə qeyd edeyim. Ətraflı şəkildə baxıb sizlə qalan suallar adlı video paylaşıb orada qeyd edərəm. Çünki belə düşünəndə vaxtımız gedəcək. 83'ə baxaq. 83'ə baxaq. 83'də də cəmi 46 olan iki sayda ədədin fərqi ən çox necə ola bilər? Cəmi 46-dırsa, mən bura sayda ədədlər yazmaqdan 46'dan 29 çıxsam 7, 17. Düzdürmü? Deməli 29 ən çox deyir. Ən böyüyünü götürə bilərəm. 43 götürsəm 43, 3, 40 cəbəndi. Belə ola bilər. Ən böyük dediyinə görə mən 46'dan əvvəl gələn ən böyük sayda ədəd 43'dür. 43 plus 3 bərabərdir 46 eləyə bilərəm. Fərqi də 43 minus 3 bərabərdir 40 eləyə bilərəm. Cəbəndi. 84-cü sual. X və Y birdən böyük natural ədədlərdir. X, Y üstə gələk 4Y bərabərdir 36'ya. Bərabərliyin ödəyərsə X ədədinin ən böyük qiymətini tapın. Mən X-a 4 desəm, 4 və 5, 20, yox, Y 5 olmur. Mən Y 8 desəm, 8 və 2, 16, yox, 14, mən X-a 14 deyirəm. Baxın, burada X-a 14 deyirəm. 14 vuraq 2, üstə gələk 4 vuraq 2 və bunun da cəmi 36 eləyəcək. 28 üstə gələk 8. X bərabərdir 14, çünki ən böyük deyir. Burada variantlarla yoxlayırıq. Y də bərabərdir 2 olacaq. Olacaq 14 vuraq 2, üstə gələk 4 vuraq 2. Bərabərdir 28, üstə gələk 8, 36. Cavabımız D variantı. 85-ci sual. Deyir ki, ədədin 15'ə bölünməsindən. Ay uşaqlar, baxın, burada 15'ə bölünməsindən, əgər bu vuruqda 15'in hər hansı bir bölünəni varsa, 5 ilə 6'nın hasili 30 edir. 30 15'ə qalıqsız bölünürsə, deməli bu hasil 15'ə qalıqsız bölünür və biz tapmalıyıq cəmi. Yəni yazıram hasildə 15'in izah hissəsinə yazıram. 11 deyə yazıram, siz də qeyd edə bilərsiniz. Hasildə 15'in bölünəni olduğu üçün, yəni mütəzədə yazıram 5 vuraq 6. Düzdür? Olduğu üçün hasil 15'ə necə bölünür? Qalıqsız bölünür. Qalıqsız bölünür. Bu zaman bizə verilən nəyə baxırıq? Bizə verilən cəmə baxırıq. Olacaq nə? 17 bölək neçə bölürük? 15'ə. Bərabər 1 düşəcək, qalıq 2. Bizə nəyi soruşur? Qalığı soruşur, bəbəndi. Bu da belə. 86'da. Nə deyir 86'da? Deyir, natural ədəddir.
ifadəsi natural ədəd olarsa, A-nın qiymətini, ədədi qiymətini tapın. Aha, A natural ədəddir. Variantları yerinə qoyaq, hesablayaq. Variantları yerinə qoyaq, görək A hansı şəkildə bizə bir cavab verəcək. A-nın yerinə 6 qoysaq, ikisindən birində ödəməlidir də. 7 vurulsun 6 bölünsün. 6 üstə gələk 12 bərabərdir. 42 bölək 18. Birinci də ödəmirsə, deməli ikinci də ödəmir. B bəndində A-nın yerinə 12 qoyaq. 7 vuraq 12 bölək 12 üstə gələk 12 bərabərdir. 7 vuraq 12 bölək 24. Aha, alınmır. Yəni tam ədəd olmur. Kəsr ədəd olacaq. Bu deyəcək 2-də 7 olmur o da. A-nın yerinə 2 qoyaq. 7 vuraq 2 2 üstə gələk 2 bərabərdir. 14-də 14 o da bərabərdir 1-ə. Deməli A-nın yerinə nə olacaq? A bərabərdir 2. İndi qayda hissəsində yazıram ki, variantlarla yoxlayaq. Yəni burada bir-bir yoxlamayacağım. Yazıram A bərabərdir 2. A bərabərdir 2 onda. 7 vuraq 2 2 üstə gələk 12 bərabərdir 14 14 bərabərdir 1. Növbəti kəsirdə 2 üstə gələk 12 7 vuraq 2 14-də 14. Aydındırmı? Bu şəkildə tapa bilərik. A bərabərdir 2 C bəndində var. Sonra növbətidə 80 neçəncidir bu? 87-dir. 87 nə deyir? Deyir cəmi 7. X plus Y bərabərdir 7. Buradan da sizə qeyd edirəm. Bərabərdir 7. Hasili 10. X vuraq Y bərabərdir 10. X vuraq Y bərabərdir 10 olan iki ədədin fərqi aşağıdakilərdən hansı ola bilər? Mən burada baxan kimi bilirəm ki 5-dən 2-dir. Cəmi 7 yazıram bura. X bərabərdir 5, Y bərabərdir 2. Cəmi 7-də hasili 10-dur. Və bunların fərqini deyəndə X minus Y bərabərdir 5 minus 2 bərabərdir 3-ə. Çox sadə bir misaldır. 88-ci sual. Deyir ABC sadə ədədlərdir. A da, B də, C də sadədir. A, B, C sadədir. Aha. Yəni A üstə gələk B bərabərdir C. Ədədlərin ən kiçik qiymətini tapın. 88 variantımız deyilsə deyəcəm. Dedi, bəli. Mən bura yaza bilərəm. 2 üstə gələk 5 bərabərdir 7. Hər üçü nədir? Sadədir. 2 üstə gələk 5 bərabərdir 7. Yəni A bərabərdir 2, B bərabərdir 5, C bərabərdir 7-yə. Ən kiçiyi isə 2, D variantı. 89. 89-da deyir X, Y, Z 2 rəqəmli natural ədədlərdir. Aha, 2 rəqəmlidirlər. X plus Y bərabərdir Z-ə. X plus 3Y bərabərdir 2Z-ə. Z-in ən kiçik qiymətini tapın. Gəlin Z-in ən kiçik qiymətini tapmaq istəyiriksə variant qoyaq deyəcəm. Amma çox uzun gedir. Deməli, Z-in yerinə ədəd qoysaq, belə eləyək də, uzun getsə də tapırıq. Z-in yerinə ədəd qoysaq, məsələn, A variantı 20-yi qoysaq, X plus Y bərabərdir 20-yə. X üstə gələk 3Y bərabərdir 2, 20-yə varanda 40-a. Bunları tərəf-tərəfə çıxsam, olacaq 2Y bərabərdir 20-yə, Y bərabərdir 10-a. 2 rəqəmli ədəddirmi? Bəli. Y 10-dursa, X da bərabərdir 30-a. Düz. Bəli. Ödəyir. Şərtimizdə elə A 20 imiş cavabımız. Z bərabərdir 20-dirsə, X plus Y bərabərdir 20-yə. X üstə gələk 3Y bərabərdir 40-a. Tərəf-tərəfə çıxarıq. Olacaq 2Y bərabərdir 20-yə, Y bərabərdir 10-a. Buradan da yazıram Y bərabərdir 10-a, X bərabərdir neçəyə? 30-a. Məndən nəyi soruşur? Ən kiçik qiymətini A bəndi 20. 90-cı sual. Nə deyir 90-da?
Aha, hara getdik. Deyir ki, A ədədini B-yə böldükdə qalxıb 1 minus 2 alınır. B böləcək A neçə? Aha, A ədədini B-yə böldükdə. A bölək B bərabərdir. Qalığı bilmirəm. Qalxıb 1 minus 2 alınır. A ədədini B-yə böldükdə qalıq neçə olur? Burada məncə nəsə oxunmur. 90-cı sualın cavabı D variantıdır 1. Yəni bu hissədə nə varsa oxunmur. 91-ci sual bax, 90-ı taparıq. 91-ci sualda 9-un üstü 2024 ədədin sonuncu rəqəmi. Baxın, bir dənə qaydanı eşitmişdim. Sonra heç yerdə qarşıma çıxmadı. 9-un dövr sayına baxaq. Deməli 9-un üstü 1, 9-dur. 9-un üstü 2, 81-dir. 9-un üstü 3 neçə eləyəcək? 81, 9, yenə 9. 9-un üstü 4. İlk öncə 9-un üstü 3'ü tapaq görək neçə eləyir? 9 üstü 3. Düzdürmü? 981'i vururam 9'a. 81'i vururam 9'a. 729. İndi növbəti 9 üstü 4. 729'u vururam 9. Aha. 6561. Deməli 9'un dövr sayı sonu 1'dir. 2 dənə dövrdən 1 neyniyir? Dövrü dəyişir. Düzdürmü? 91 cevabı D variantı bəli. Burada da cütdür. Görürsünüzmü? 4 ilə bitir. 4-cü dövrdə 9'un sonuncu rəqəmi neçə olacaq? 1. 2 dənə dövrdən 1, 9'un son rəqəmləri dəyişir. 9, 1, 9, 1 bu formada. 2024'ün də sonuncu rəqəmi cüt olduğuna görə deməli bizim 9'un qüvvətin sonuncu rəqəmi 1 olaraq yazılacaq. Yəni bu digər misallarımızda da eynidir. Qarşımıza çıxsa izah edəcəm sizə. Buraya yazıram 9 son rəqəmi 1 olacaq. Olacaq. Hansı variantdır? Burada yazıram ki cüt qüvvətdir. Aha. Ətraflı video izahda yazıram. Ətraflı video izahda. Aha. 92. 92 nədir? En bərabərdir ədədin 14'ə bölməsinə. 14'ün bölənini axtarırıq. Bölünən 2 ilə 7'nin hasili. Yazıram. 2 vuraq 7 bərabərdir 14. Deməli, yazıram bura. Deməli, hasil 14'ə neyniyəcək? 14'ə qalıqsız bölünür. Aha, qalıqsız bölünür. İndi mən tapmalıyım cəm. 17 bölək 13, 14 bərabər 1 düşür. Qalıq 3. Üçüncü qalığımız da A bəndi. 94. 93 daha doğrusu. 93. 93'te nə deyir? Deyir ki, 1-dən 25'ə qədər ədədlərin hasili neçə sıfırla qurtarır? Aha. 93 D bəndi 6 sıfırla. 1-dən 25'ə qədər ədədlərin hasili. 1-dən 25'ə qədər gəlin görək nə qədər sıfır olan hissə var. Deməli 10'dur. Hasil neçə? Sıfırla bitir. Hə, son hasillər sıfır edənlərə baxaq da. Deməli 2 ilə 5'dir. Gəlin bir yazaq görək alınır. 2 ilə 5'dir. 2, 5, 4, 5, 6, 5. Bax bunların da sonu sıfırla bitəcəyinə görə bizdə 6 dənə nə olacaq? Sıfır olacaq. Düzdür? Bax, məsələn 25 vuraq. Deməli 4 vuraq, məsələn 15 olsa. 4 ilə 5 olduğuna görə, 6 ilə 5 olduğuna görə, 2 ilə 5'dən bütün bu hasillərin sonu sıfırla olduğuna görə 6 dənə sıfırla bitəcək.
Sonra min ədədlərinin yazıram bura. 2, 5, 4, 5 ve 6, 5. Bu ədədlər olduğuna göre 6 sıfırla 94. 94'te ne deyir? 94'te deyir min ədədi natural bölənlərinin sayını tapın. Min ədədini ilk önce sadə vurğularına ayıraq. Mini. Min bərabər. Mini sadə vurğularına ayırsaq. Natural bölənlərin. Mini bölürəm 2'ye 500, 2'ye 250, 2'ye 125, 3'e bölünür. 5'e 25, 5'e 5, 5'e 1. Deməli 2 üstü 3 vuraq 5 üstü 3. Düzdürmü? Yazıram. 1000 bərabər 2 üstü 3 vuraq 5 üstü 3. Natural bölənlərimiz necə idi? Deməli, üstlərinin üzərinə 1 gəlirdi, bir-birinə vururduq. Düzdürmü? 4'ü də 4'e vuranda eləyəcək 16. İzah hissəsində yazım. 2 üstü 3 vuraq 5 üstü 3. Natural bölənlər yazıram. Natural bölən bərabərdir. 3 üstə gedək 1 vurulsun. 3 üstə gedək 1 bərabərdir. 4 vuraq 4 bərabərdir 16. 16 da bizim B variantımızda var. 95-ci sual. Deyir ki 6x 2x eğer çok varsa x'i tapın. Olar. Bizim belə bir qaydamız vardı. Ortaq olanları çıxardırdıq. 2x'i çıxarsaq burada 6x ilə 1 qalacaq. Düzdürmü? Bərabərdir 200 ilə 300'ün də əkobu nə? 120 ilə 300'ün də əkobu nə olacaq? (620 böl 120'ye de bölünür. Deməli burada 6x ilə 1 qarşılıqlı sayda olduğuna görə mən burada 2x vuraq 6x bunların hasilini götürürəm, əkobuları. Eləyəcək 12x kvadratı
Demek buraya kısım boyunu artık yazmışım. 50 cevabımız yoktu mu? 50 olmadı. Dersim gün harda yazmışıq. Demek burada 2'yi kısa çıxardanda mütərizə xərcini. Burada 3 qalır. 3 ilə 1 bərabərdir. Bu arada 600 qeyd eləsək. 6x bərabərdir 600'ə. Hasilidir də bunlar. X bərabərdir 100'ə. C bəndi. Deməli, ortaq xuruc çıxartdığımıza görə 2x'ə çıxardırıq. Olacaq nə? Əkob 3 ilə 1. Düzdürmü? 3 ilə 1 oldu. 3 ilə 1 də qarşılıqlı sayda olduğuna görə 96. sualımız da tam oxunmur. Ona görə bunu da qeyd edirik. 97. sualımıza baxırıq. Baxın 97. sualımızda yenə 109'un sonuncu rəqəmi neçədir? 9. 2023 23'ün sonuncu rəqəmi nədir? 3. Yəni tək ədəddir. 9'un tək dərəcədən qüvvəti 9 ilə bitir.